Salam mənim əzizlərim, mənim kanalıma xoş gəlmisiniz. Mən bu günlərim ev şəraitində şarımı hazırlayıram. İstədim sizinlə bölüşüm. Mən şarıma üçün 2 dənə böyük toyuq sinəti götürmüşəm. İndi mən onları dilim-dilim doğrayıram. Başlayıram indi pripravaların, ədviyaların vurmağa başlayayım. Qara stod, paprika, uçqa suneli, sarı kök, duz, bir də çamanı, rozmarin, timyan bir yerdə qarışdırmışam. Çox gözəl dadlı ədviyadır. İndi mən qarışdıracağım bunların hamısını bir yerdə. Toyuğu bastırma eləyəcəm. Mən indi markovu başladım tyorkadan keçirməyə. Markovu mən koreyski salat tyorkasından keçirirəm. Elə keçirirəm ki, nə çox iri, nə çox xırda olmasın. Belə orta ölçüdə. Mənim canlarım, bizim uşaqlar biraz markovu xoşlamırlar bərk olanda. Ona görə mən bir acana öldürürəm onu. Tavaya tökdüm, acana yağ əlavə elədim. Biraz yumşalsın. Mən indi başlayıram ətləri qızartmağa. Mən ətləri tostun üstündə qızardacağım. Kebab kimi alınır. Onda çox dadlı olur. Kimdə tostur varsa tosturda istifadə edə bilər. Şarma üçün. Çox ləzzətli alınır. Tostunu üzərinə yığaram mən indi. Birinci partiya ətimiz pişdi. Mən yığaram tostun üstündən götürürəm. Sonra ikinci partiyanı da əlavə edəcəm. İkinci partiyalarını da əlavə eləyirəm. Yığıram tostun üzərinə. Və indi başlayacağım pişmiş ətimizi hissələrə doğramağa, hissəyə ayırmağa. Dilimləyirəm indi. Mən qırmızı soğandan da istifadə edirəm burada. Bir dənə qırmızı iri soğan doğradım. İndi soğanı yaxşı duzlayıb qoyacağım kənara. Duz əlavə edirəm. Bir də limon sıxacağım üzərinə. Soğan acığı öldürür də, limon özünüz bilirsiniz. Sirkədir. İndi pomidoru başladım mən dilimləməyə. Pomidorları da nazik dilimləyirəm. Canlarım mənim, çox gözəl bir sos hazırlayacağım. Yaboçlu sosdur. Sos üçün mən 70 qram silviçli yağ götürmüşəm. İndi yağı əridirəm. Yağım da oldu. İndi 100 ml də süd əlavə edəcəm. Əlavə elədim. Tyorkadan pendiri keçirirəm. 100 qram da pendir əlavə edirəm. Çox gözəl, çox gözəl fərqli bir sosdur. Sos çox dadlı sosdur. Pendirlə, südlə, silviçli yağla, sarımsağı da tyorkadan keçirirəm. İndi əlavə edəcəm. Ancaq axıracan qarışdırmalısan ki, pendir qatılaşmasın. İndi mən şüyüdə doğrayıram. Xırda şüyüdə doğrayıb əlavə edəcəm sosun içinə. İndi əlavə edirəm şüyüdə. Mən şüyüdə əlavə edib qarışdırandan sonra 3 qaşıq da smetan əlavə etdim sosumuzun üzərinə. Çox dadlı, çox neapoçlu bir şey, çox gözəl olur. Hazırlayıb nuş edənə nuş olsun. Allah can sağlığı versin hər birinizə. Canlarım mənim, mən lavaşı bölmüşəm, böldüm 2 yerə. İndi başlayıram şarmamızı hazırlamağa. Mən şarma üçün, lavaşını çəkmək üçün addelini sos hazırlamışam. Sosa mayonez, smetan, sarımsaq, qara stod, biraz da duz əlavə eləmişəm. İndi lavaşın üzerine çəkəcəm. Dadlı sosumuzu indi çəkirik lavaşın üzerine. Hem lavaş onda yumuşak olur, hem de ki tatlı olur da. Sonra indi mən başlayacağım. Hazırladığım markovu, sonra əti, soğanı, pomidoru. Evdə nəyiniz var, hamısını qoya bilərsiniz. Tərəvəzlərini.
Əvvəlcədən doğradığım göyərtini, göyərtidən kim hansı göyərtini sevir, onu doğraya bilər. Mən petroşka ilə göy soğandı, bir də şüyüd. Hamısını yığdım, indi tosterda qızardıram. Hamınız pişirdiyiniz ağız şirindən yiyin. Allah nurunuzu, bərəkətinizi bol eləsin, canınızı sağ eləsin, süfrəniz hər zaman gözəl nemətlərlə dolu olsun. Çox xırtıldılı, qəşəng qızarıb lavaşda, tosterda qızartmışıq da. Satılanlardan 1000 dəfə evdə hazırlanır. Özünüz bilirsiniz, özünüz öz əlinizlə hazırlayırsınız. Dadlı, gözəl. Kim istəyir kələm də qoya bilər, markovla bərabər. Kələmlə də eləmişəm, prosto uşaqlar kələm yemir də, biraz uşaqlarda kaprizlilik var axı. Ona görə də kələmlə istifadə eləmədim bu səfər. Nəvələrimizi, balalarımızı qorusun. Nəvələrim məktəbdən gəlib, indi nuş edirlər. Ты каждый день удивляешь нас и готовишь очень вкусно. Папа, я такую очень вкусную шаурму. Такую шаурму я даже в магазине нигде не видел. Такую очень вкусную, сочную шаурму. С приятным аппетитом, дорогие мои. Спасибо тебе, бабушка, еще раз. Я для вас стараюсь. Вкусно. Сейчас Али тоже придет из школы. Он тоже свежий, горячий я сделаю. Как? По-честному. Очень вкусно. Где палец? Очень. Где палец? Соус обалденный. Готовьте, очень обалденный, очень сочный. Видите, уже капает. Уже, видите, покапало. И соус. Да. Необычный соус бабушка готовила. А домашний. И домашняя аджика. Тоже очень вкусная. Особенно, когда ты смешиваешь с другими соусами. Ставьте лайк, подписывайтесь на канал и всем пока. Спасибо. Спасибо, дорогие мои. Вкуснят прямо.